İranın 1990-cı illərdə etdiyi humanitar yardımın əsas məqsədi nə idi? Yəqin ki, sosial şəbəkələrdə İran təbliğatı aparan səhifələrin İranın 1990-cı illərdə Azərbaycana humanitar yardım etdiyini göstərən video materiallarına rast gəlmişsiniz. Bu videolarla İran bizə düşmən mövqedə olmadığını göstərməyə və bizi nankor kimi göstərməyə çalışır. Elə isə İran kəşfiyyat orqanları tərəfindən hazırlanan bu videoya diqqətlə baxın. Videoda 1994-cü ildə Heydər Əliyevin İrana kömək müraciəti etməsi göstərilir. Özü də videonun əsas hissəsi kəsilib. Televiziya ilə çıxış edərək mən üzümü bizim din qardaşımız, qan qardaşımız İranda olan müsəlmanlara tuturam və bizim bu həmsərhəd vilayətlərdə olan dostlarımıza və İran hökumətinin rəhbərlərinə tutaraq demək istəyirəm ki, Heydər Əliyev Naxçıvanda olduğu müddətdə İrandan aylıq maaş alır, Naxçıvana İrandan humanitar yardımlar gətizdirir və hakimiyyətə gələcəyi təqdirdə İrana onların maraqlarını təmin edəcəyi yönündə vədlər verirdi. Birinci səhv, bu müraciət əslində 1992-ci ildə ermənilərin Naxçıvana hücumu zamanı baş vermişdi. 1994-cü ildə artıq Heydər Əliyev ölkə başçısı idi. İkinci səhv, müraciətdə Heydər Əliyev deyir ki, İranın yaxınlığında bu münaqişə baş verir, artıq 5 gündür İrandan səs çıxmır. Lakin İran kəşfiyyatı bu hissəni videodan çıxarıb, yalnız yardım istənilən hissəni saxlayıb. İndiyə qədər artıq 57 devlət rəsmi surətdə Ermənistan Respublikasının Naxçıvana hərbi hücumunu pisləyib. Bu sırada İran bizim qonşumuz Müsəlman devləti, İslam devləti, İran İslam Respublikasının mövqeyi ciddi surətdə bildirilməyibdir. Və bizim bu həmsərhəd vilayətlərdə olan dostlarımıza və İran hökumətinin rəhbərlərinə tutaraq demək istəyirəm ki, bu 5 gündə Naxçıvanda İranın lap yaxınlığında olan bu müharibəyə bu qədər biganə qalmaq şübhəsiz ki, çox təəssüf doğurur və təəccübləndirir. Başqa bir versiyada isə İran kəşfiyyat orqanının rəsmisi deyir ki, Heydər Əliyev İrandan yardım istədiyi qarşılığında hakimiyyətə gəldikdən sonra İranın maraqlarını təmin edəcəyini bildirib. Və hakimiyyətə gələcəyi təqdirdə İrana onların maraqlarını təmin edəcəyi yönündə vədlər verirdi. İran rəsmisinin sözündən belə aydın olur ki, İran bu yardımları Heydər Əliyevin İran maraqlarına xidmət etməyi qarşılığında verib əks halda 1992-ci ildəki kimi münaqişədə səssiz qalacaqdı. Heydər Əliyev hakimiyyətə gəldi. Qısa zaman sonra neft kontraktlarını bağlamağa və ölkə iqtisadiyyatını gücləndirməyə çalışdı. Bundan sonra Rusiya və İran Xəzərin statusunu bəhanə gətirərək Əliyevə təzyiqlər etməyə başladılar. Bu təzyiqlər yalnız hər iki dövlətin neft şirkətləri kontraktlara daxil edildikdən sonra səngidi. 1996-cı ildə dövlət neft şirkəti İngiltərə, Rusiya və İranın neft şirkətləri ilə Şahdəniz neft yatağının birgə işlənməsi haqqında razılığa gəldi. İndi isə biz sizə yardım etmişik, qaçqınlarınıza baxmışıq, şəhid uşaqlarına toy etmişik deyən İran rəsmiləri unudurlar ki, siz o yardımların pulunu artıqlaması ilə bizdən almısınız və hələ də alırsınız. Yəni heç nəyi havayı etməmisiniz. Humanitar yardıma gəldikdə isə 1990-cı illərdə Azərbaycana bir çox ölkə və təşkilat yardım edib. Türkiyə, Küveyt, Almaniya, İsrail, Fransa, Səudiyyə Ərəbistanı, Qızıl Xaç Komitəsi, BMT və s. Bu dövlətlər İran kimi etdiklərini başa vurmurlar, amma eyni yardımları ediblər. İndi Erməniyə silah göndərən Fransanı nümunə göstərmək olar. Almaniyada 90-cı illərdə Azərbaycana humanitar yardım edib, amma sonradan işğal altındakı torpaqlarımıza zərərli atom tullantıları ilə zibil töküb və Ermənistan bu iş üçün onlardan vəsait alıb. İndi çətin vaxtda bir kisok çörək vermisinizsə, bu o demək deyil ki, başınıza çıxmalısınız. Ona qalsa, Azərbaycan da 200-dən çox ölkəyə yardım edib. Bu o demək deyil ki, Azərbaycan həmin ölkələrə istədiyini edə bilər. Humanitar yardımın ən əsas məqsədi insanların həyatda qalmasını təmin etmək və əzablarını azaltmaqdır, nə vaxtsa başa vurmaq deyil.